Azərbaycanın adı qanunsuz orqan alverində hallanıb. Bu və digər xəbərləri bilmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Qaralmış dəri necə gözəllik simvoluna çevrildi? Moda yoxsa sağlamlıq? Bakterial vaginozun müalicəsində yeni ümid. Alimlər müdafiə qatını dağıtmağı bacardı. Xroniki vaginozla mübarizədə 2 yeni metod sınaqdan keçirilir. Azərbaycana qarşı qanunsuz orqan mafiyası iddiası. 50 vətəndaşın orqanı satılıb. Özünü bərpa edən linzalar hazırlanıb. Dayanıqlı oftalmoloji məhsullar istehsal ediləcək. Alkoqoldan sonraki davranış demensiyanın erkən əlamətidir. Alkoqol qəbulundakı dəyişiklik gələcəkdə demensiya riskindən xəbər verə bilər. Ölkəmizin adı qanunsuz orqan alveri siyahılarında hallanır. Almaniyanın apardığı bir araşdırmadır. Xəstəxanaya qanunsuz orqanlar gətirilir və məlum olur ki, bu gətirilən orqanların bir qismi də Azərbaycandandır. Gənclər ucuz qiymətə 2000, 4000, 6000 avroya öz orqanlarını satırlar və nəticə isə göz qabağındadır. Araşdırma və dünya miqyasında bir utanc verici gerçəklər. Almaniyada davam edən məhkəmə prosesi beynəlxalq orqan alveri şəbəkəsi ilə bağlı diqqət çəkən iddiaları üzə çıxarıb. Araşdırmalarda 50 Azərbaycan vətəndaşının donor qismində Kenyaya aparıldığı, onların böyrəklərinin əsasən İsraildən gələn pasiyentlərə köçürüldüyü bildirilir. İddialara görə vasitəçilər transplantasiya əməliyyatları üçün xəstələrdən 100-200 min dollar, bəzi hallarda isə 200 min avroya qədər ödəniş alıblar. Donorların isə maddi sıxıntı səbəbindən razı və aldıqları məbləğin bununla müqayisədə olduqca az olduğu vurğulanır. Almaniya mediasının araşdırmasına əsasən 25 İsrailli pasiyentə məhz Azərbaycanlı donorların böyrəkləri köçürülüb. Hazırda Almaniyada bu şəbəkə ilə bağlı məhkəmə araşdırması davam edir. İddialarda Azərbaycanın hər hansısa dövlət qurumunun və ya tibb müəssisəsinin prosesdə iştirak etdiyi göstərilmir. Texnologiya və elm inkişaf elədikcə bir sıra xəstəliklərlə mübarizə də asanlaşır. Bu dəfə xanımların bir çoxunda rast gəlinən vaginoz xəstəliyi ilə bağlı rusların maraqlı 2 fərqli müalicə metodu haqqında danışacağıq. Ondan sonra isə yerli mütəxəssisimizin bu müalicələrə münasibətini öyrənəcəyik. Bakterial vaginozun müalicəsində yeni ümid. Rusiyanın Seçnov Universitetinin alimləri bakterial vaginozun müalicəsində yeni yanaşmalar hazırlayıb. Tədqiqatçılar xəstəliyin əsas səbəblərindən biri hesab olunan və bakteriyalara antibiotiklərin təsirindən qoruyan bioplyonkaların dağılması üçün 2 fərqli üsul təklif edib. Araşdırma zamanı ferment əsaslı preparatların bu qoruyucu təbəqəni parçalayaraq antibiotiklərin təsirini gücləndirdiyi müəyyən olunub. Məlumata görə bu üsul standart müalicə ilə müqayisədə 1,8 dəfə daha yüksək effektivlik göstərib. Digər yanaşma isə süd turşusundan istifadə edilməsidir. Tədqiqatın nəticələrinə əsasən süd turşusu ilə müalicənin effektivliyi 2 həftədən sonra 85,3%, 3 ay sonra isə 93,4% təşkil edib. Mütəxəssislər bildirirlər ki, süd turşusu vaginal mühitin turşuluq səviyyəsini qoruyaraq faydalı laktobakteriyaların çoxalmasına şərait yaradır və zərərli mikroorqanizmlərin inkişafını məhdudlaşdırır. Bununla bağlı süni mayalama üzrə mütəxəssis cərrah mama-ginekoloq uzman doktor Ülviyə Mehdixanlı STV xəbərə danışıb. Vaginanın özünün faydalı bakteriya dediyimizdə biz hər zaman faydasız zənn edirik, amma yox. Bizim vaginamızda da faydalı bakteriyalar var. O vaginanın pH-ı pozulduğunda, çoxlu antibiotik istifadə etdiyimizdə, vaginal duş edildiyində, bu gibi şeylərdə vaginanın özünün ya da lazımsız şamlardan istifadə etdiyimizdə, heç uyğun olmayan şamlardan istifadə etdiyimizdə vaginanın da pH-ı pozulur. O mühiti də, turşu qələvi mühiti bir-birinə pozulur. Pozulduğunda da orada faydasız bakteriyalar çoxalır, faydalı bakteriyalar azalır. Orada mühit dəyişdiyi üçün bir vaginozis, bakterial vaginozis yaranır. Nədir narahatdır? Vaginal axıntıdır. Balıq qoxusu şəklində olan axıntıdır.
Biz bu zaman təbii ki, antibiotiklərdən istifadə edirik. Əsas xəstələrə hər zaman deyirik, lazımsız antibiotik istifadə etməyin ki, vaginanızın florası pozulsun. Vaginanın florası pozuldu, onu biraz bərpa etmək çətin olur həqiqətən. Bu zaman məsələ şeylər var, ölkəmizdə də var, bizim Türkiyədə də var idi. Flora bərpa edici şamlar var, məsələn, uzun müddət deyil, xəstəyə bunlar istifadə edir. Tədqiqatçılar yeni müalicə üsullarının klinik praktikaya tətbiqi üçün araşdırmaların davam etdiriləcəyini açıqlayıb. Bəzi ölkələrdə dərinin qara olmağı yoxsulluğun göstəricisidir. Digərlərində isə dərin qaralıbsa, günəşlənmisən, dolayısıyla deməli istirahət etmisən, yəni imkanlı və rifah həyat sürürsən deməkdir. Ümumiyyətlə, gözəllik nisbi anlayışdır. Bəzi ölkələrdə ağ dəri, digərlərində isə daha qara buğdayı olmaq daha dəbdədir. Məsələ isə burasındadır ki, gözəllikdən ziyadə insanın ən vacib, maraqlandıran məqam onun sağlam olmağıdır. Biz dərinin günəşləndikdə rənginin qaralmasının nə qədər sağlam olub olmadığını araşdırdıq və yerli mütəxəssis kosmetoloq Leyla xanım Qurzu bu barədə çox maraqlı bir açıqlama verdi. Baxaq görək, gözəllik, sağlamlıq hansı daha vacibdir və eyni zamanda dərinin qaralması bəlkə elə xeyirdir, sona qədər baxın, biləcəksiniz. Qaralmış dəri necə gözəllik simvoluna çevrildi? Dəbdə olan bürünc dəri anlayışı əslində heç də gözəllik meyarı olmayıb. Tarix boyu cəmiyyətin dəri rənginə münasibəti insanların həyat tərzi və sosial statusu ilə birlikdə dəyişib. Əvvəllər açıq dəri aristokratlığın rəmzi hesab olunsa da, 20-ci əsrdən etibarən qaralmış dəri istirahət, sağlamlıq və rifah göstəricisinə çevrilib. Mütəxəssislərin sözlərinə görə qaralmış dəri estetik baxımdan cəlbedici sayılsa da, günəş şüalarının həddindən artıq təsiri ciddi sağlamlıq riskləri yaradır. Dermatoloq kosmetoloq Leyla Burzu bildirib ki, uzun müddət qoruyucu vasitələrdən istifadə etmədən günəş altında qalmaq dərinin vaxtından əvvəl qocalmasına, pigment ləkələrinə və hətta dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. Düzdür, salarya biraz individual məsələdir, yəni zövq məsələsidir, amma şəxsən mən artıq ona o qədər də isti baxmıram, necə deyərlər. Və düşünürəm ki, Allah kimi necə yaradıbsa, o rəngdə daha gözəldir açığı. Amma həkim kimi əks göstərişli bir mənalı. O ki, qaldı günəşlənmə çoxumuzun bildiyi kimi səhər saatlarında olur. Yəni, yaxşı olar ki, səhər tezdəndən 11-in yarısına kimi, hətta bəzən Bakıda belə 11-in yarısı artıq çox isti olur. Amma normal bizim iqlimə görə 11-in yarısına kimi bir də axşam saatlarında, 5-6-ın yarısından sonra. Yəni, bu normal saatlardır. Yəni, günorta 2-də, 3-də gedib və ya səhər tezdən gedib axşamacan o günəşlənmələr, yəni o heç bir faydası yoxdur, əksinə ziyanı var. Bəzi losyon və kremlər var, yaxşı daha çox günəş almaq üçün. Hətta bəziləri bəzi içkiləri istifadə edir yaxşı günəş almaq üçün. Bunlar əks göstərişli məsələ deyil. Mütəxəssislər xüsusilə yay aylarında saat 11:00-16:00 aralığında birbaşa günəş şüalarından uzaq durmağı, SPF tərkibli günəş kremlərindən istifadə etməyi və dərini qoruyan geyimlər seçməyi tövsiyə edir. Onların fikrincə, sağlam dəri hər zaman dəbdədir və təhlükəsiz günəşlənmə gözəllikdən daha vacibdir. Alimlər özünü bərpa edən yeni linzalar kəşf ediblər. Artıq linzalar qırılmayacaq, çatlamayacaq, çünki onlar özünü bərpa eləməyi bacaracaq. Maraqlı və innovativ xəbərdir. Birlikdə baxaq. Özünü bərpa edən linzalar hazırlanıb. Cənubi Koreya alimləri cızıldıqdan sonra ultrabənövşəyi şüanın təsiri altında özünü bərpa edə bilən yeni nəsil kontakt linzalar hazırlanıb. Araşdırmaya görə yeni hidrogen materiallardan hazırlanan linzalarda yaranan xırda zədələr təxminən 1 saat ultrabənövşəyi işığına məruz qaldıqdan sonra demək olar ki, tamamilə yox olur. Bu xüsusiyyət linzaların istismar müddətini uzatmaqla yanaşı onların optik keyfiyyətinin daha uzun müddət qorunmasına da kömək eləyir. Tədqiqatçılar bildirib ki, material xüsusi polimer şəbəkəsi sayəsində qırılan molekulyar bağları yenidən formalaşdırır və bərpa prosesi bir neçə dəfə təkrarlana bilir. Gələcəkdə bu texnologiyanın yalnız kontakt linzalarda deyil, digər tibbi hidrogen məhsullarında da tətbiqi gözlənilir. Mütəxəssislərin fikrincə, texnologiya hələ laboratoriya mərhələsində olsa da, gələcəkdə daha dayanıqlı və uzun ömürlü oftalmoloji məhsulların hazırlanmasına yol açır.
Zaman keçdikcə spirtli içkilərdən uzaqlaşırsınızsa, yaş artdıqca bu içkilər sizə xoş gəlmirsə, bu o deməkdir ki, demensiya riskiniz var. Bunu mən demirəm, alimlər deyir. Alkoqol qəbulunda baş verən dəyişikliklərin təhlili gələcəkdə demensiya riskini daha dəqiq qiymətləndirməyə imkan verir. Alimlərin apardığı yeni araşdırmada 500 mindən çox insanın məlumatları, həmçinin 2,4 milyondan artıq şəxsin genetik nəticələri təhlil olunub. Nature Mental Health jurnalında dərc edilən nəticələr göstərib ki, sonradan demensiya diaqnozu alan şəxslər alkoqol qəbulunu tədricən azaltmağa meylli olurlar. Tədqiqatçıların fikrincə bu dəyişiklik beynin erkən mərhələdə baş verən funksional pozuntuları ilə əlaqəli ola bilər və demensiyanın ilkin xəbərdar edici əlamətlərindən biri hesab edilir. Mütəxəssislər bildiriblər ki, alkoqolun daha az qəbul edilməsi demensiya diaqnozu anlamına gəlmir və bu göstərici tək başına xəstəliyi təsdiqləmir. Bununla belə insanın davranışında, xüsusilə də alkoqol istehlakı vərdişlərində səbəbsiz dəyişikliklərin digər klinik əlamətlərlə birlikdə qiymətləndirilməsi erkən diaqnoz imkanlarını artıra bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.